Salam əziz izləyicilər. Bu gün sizlərə mürəkkəb cümlə haqqında danışmaq istəyirəm. Bu çox vacib qaydadır, çünki buraxılış imtahanlarında demək olar ki, şagirdlərin ən çətinlik çəkdiyi mövzulardan biridir. Mürəkkəb cümlə ilə bağlı sualları həll etmək üçün əvvəlcə sadə və mürəkkəb cümləni bir-birindən fərqləndirmək lazımdır. Yəni sadə cümləni və mürəkkəb cümləni qarışdırırsansa, onsuz da mürəkkəb cümlə ilə bağlı olan sualı da səhv yazacaqsan. Ona görə də əvvəla mürəkkəb cümlə nədir? Sadə cümlədən mürəkkəb cümləni necə ayırd etmək lazımdır? Bunları öyrənmək lazımdır. Sadə cümlə nədir? Sadə cümlə bir qrammatik əsası, yəni bir mübtəda və xəbərdən ibarət olan cümləyə deyilir. Mürəkkəb cümlə isə iki və daha artıq sadə cümlənin birləşməsindən yaranır. Mürəkkəb cümləni belə yadda saxlaya bilərik. Məsələn, mürəkkəb sözlər öyrənmişik biz ən sadə şəkildə. Mürəkkəb sözü demək olar ki, bütün şagirdlər bilir. Mürəkkəb söz necə olurdu? Bir neçə sözün birləşməsindən yaranırdı, düzdür? Mürəkkəb cümlə də belədir, yəni bir neçə sadə cümlənin birləşməsindən yaranır. İndi baxaq görək sadə cümlə nədir və mürəkkəb cümlə nədir? Biz necə ayırd edək testlərdə və yaxud hər hansısa bir başqa imtahanda necə ayırd edək? Bu sadə cümlədir, yoxsa mürəkkəb cümlədir? Biz feilin qrammatik məna növlərini keçməzdən əvvəl şagirdlərə subyekt və obyekti öyrədirik. Subyekt hərəkəti icra edən şəxs kimi götürülür. Obyekt tamamlıq adətən tamamlıq olur. Hərəkət də ki, bildiyimiz feildən söhbət gedir. Yəni anam yemək bişirdi cümləsində bişirmək hərəkəti bildirir. Hərəkəti icra edən kimdir? Yeməyi bişirən kimdir? Anam. Anam da cümlənin subyekti olur. Və bu qayda belədir ki, yəni hərəkətin subyekti olan söz adətən cümlənin mübtədası olur. Yəni hərəkəti icra edən, hərəkətin subyekti, işi görən şəxs adətən cümlənin subyekti olur və mübtədaya bərabər olur. İndi biz sadə və mürəkkəb cümləni necə yadda saxlaya bilərik? Subyekt və obyektdən çıxış edərək sadə və mürəkkəb cümləni çox rahat şəkildə yadda saxlaya bilərik. Məsələn, əgər bir neçə hərəkət bir şəxs tərəfindən icra olunursa, deməli burada mürəkkəb cümlədən söhbət gedə bilməz. Yəni əgər tutaq ki, yazmışam bura sadə, həmcins xəbərli cümlə. Külək əsir, ağacın yarpaqlarını, qurumuş meyvələri yerə tökürdü. İndi burada iki dənə hərəkət bildirən söz var. Biri əsmək sözüdür, biri tökmək sözüdür. İndi bu hərəkət hər ikisi əgər bir mübtədaya, bir subyektə aiddirsə, yəni hər iki hərəkəti bir dənə subyekt idarə edirsə, deməli bu mürəkkəb cümlə ola bilməz. Əsir, nə əsir? Külək. Ağacın yarpaqların yerə nə tökürdü? Yenə də külək. Hər iki hərəkət bir mübtəda tərəfindən icra olunursa, deməli burada mürəkkəb cümlədən söhbət gedə bilməz. Bax, bu cümlə olacaq sadə cümlə. İkinci cümləyə baxaq. Müəllim sinfə girdi, uşaqları salamladı və dərsin izahına başladı. Sinfə girən kimdir? Müəllim. Uşaqları salamlayan kimdir? Yenə də müəllim. Bəs dərsin izahına başlayan kimdir? Yenə də müəllim. Hər üç hərəkət, həm sinfə girən, həm uşaqları salamlayan, həm dərsin izahına başlayan burada müəllimlə bağlıdır. Deməli, burada mürəkkəb cümlədən söhbət gedə bilməz. Sadə cümlədir, hərəkət, nə qədər hərəkət varsa, hamısı bir subyekt tərəfindən icra olunur. Ona görə də bu cümlə sadə cümlədir. Bəs yaxşı, mürəkkəb cümləni necə ayırd edirik? Mürəkkəb cümləni necə ayırd edirik? Bayaq dediyim kimi, yəni hər cümlənin, mürəkkəb cümləni təşkil edən komponentlərin hər cümlənin özünün mübtədası, yəni subyekti və xəbəri olur. Adətən hərəkət bildirə bilər və yaxud hökmlə bağlı ola bilər. Feillə, əgər xəbər feillə ifadə olunubsa, burada hərəkət var. Yox, əgər isimlə və digər ad bildirən nitq hissələri ilə ifadə olunubsa, deməli burada hökm var. İndi baxaq mürəkkəb cümləyə. Sadə cümləni bildik. Sadə cümlə hərəkət
bir subyekt tərəfindən icra olunur. Bəs mürəkkəb cümlə nədir? Mürəkkəb cümləyə baxaq. Külək əsir, ağacın yarpaqları yerə tökülürdü. Baxaq. Əsən nədir? Külək. Bəs yerə tökülən nədir? Yerə tökülən isə ağacın yarpaqlarıdır. Artıq bayaqki cümlədə belə idi. Külək əsir ağacın yarpaqlarını, qurumuş meyvələri yerə tökür. Nə tökürdü? Külək. Bu sadə idi. Amma bu cümlədə əsən küləkdir, yerə tökülən isə ağacın yarpaqlarıdır. Hər cümlənin, yəni vergüldən sonraki hissənin də, vergüldən əvvəlki hissənin də özünün subyekti və hərəkəti var. Yəni hər cümlənin özünün mübtədası var və xəbəri var. Bu cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunub və tökülürdü sözü xəbərdir. Deməli, bu cümlənin hər iki tərəfin özünün mübtədası xəbəri olduğuna görə bu cümlə necə cümlədir? Mürəkkəb cümlə. İndi baxaq digər cümləyə. Müəllim sinfə girdi, uşaqlar ayağa qalxdılar. Bayaqki cümlə belə idi. Müəllim sinfə girdi, uşaqları salamladı, dərsin izahına başladı. Burada hər üç hərəkət bir dənə subyektlə bağlı olduğu üçün bunu sadə götürdük. Amma bu cümləyə baxaq. Sinfə girən kimdir? Müəllim. Bəs ayağa qalxan kimdir? Uşaqlar. Hər hərəkətin özünün subyekti var. Hər hərəkətin özünün subyekti olduğuna görə, deməli bu cümlə necə cümlədir? Mürəkkəb cümlə. İndi baxaq qeydə. Mürəkkəb cümlənin tərkib hissələrində sadə cümlənin şəxsə görə bütün növləri iştirak edə bilər. Bizim yazdığımız bu cümlələr, mən mürəkkəb cümləni daha yaxşı başa düşmək üçün bura müəyyən şəxsi cümlələr yazmışdım ki, yəni mübtədası olan cümlələr yazdım, daha rahat başa düşək. Amma elə cümlələr var ki, onların mübtədası yoxdur. Məsələn, qeyri-müəyyən şəxsi cümlə, şəxsiz cümlə, ümumi şəxsi cümlələr. Bunların mübtədası olmadığına görə, yəni bəzən mürəkkəb cümlələrin tərkib hissələri həm qeyri-müəyyən şəxsi cümlə ilə də təşkil oluna bilər, həm ümumi şəxsi cümlədən də ibarət ola bilər. Ona görə biz elə fikirləşməməliyik ki, mürəkkəb cümlənin tərəflərində həmişə mübtəda olmalıdır. Bəzən yəni şəxsiz cümlə ola bilər, bəzən qeyri-müəyyən şəxsi ola bilər. O cümlələrində mübtədası olmur. Baxaq görək başqa hansı qeydlər var. Bayaq dediyim kimi, məsələn, vaxtdır getməliyik. Vaxtdır şəxsiz cümlədir. Şəxsiz cümlələrin ümumiyyətlə mübtədası olmur. Getməliyik isə müəyyən şəxsi cümlədir. Deməli, mürəkkəb cümlənin tərəflərində həmişə mübtəda olacaq deyə bir şey yoxdur. Xəbər olur, amma mübtəda həmişə olacaq deyə bir şey yoxdur. Görürsünüz, birinci tərəf şəxsizdir. Şəxsiz cümlələrin mübtədası olmur. İkinci tərəf isə müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlələrin isə mübtədası olur ya da şəxs şəkilçisinə görə bərpa eləmək olur. Bu da mürəkkəb cümlə hesab olunur. Sonra ikinci cümlə. Qonaqları süfrəyə dəvət etdilər. Hamı stol arxasında əyləşdi. Dəvət etdilər kim? Bax, bu qeyri-müəyyən şəxsi cümlədir. Qeyri-müəyyən şəxsi cümlələrin də mübtədası olmur. İkinci tərəf isə ümumiyyətlə mürəkkəb cümlənin tərkib hissələrinə, məsələn, birinci tərkib hissə vergülə qədərki hissədir, ikinci tərkib hissə isə vergüldən sonraki hissədir. Buna deyirlər komponent, yəni mürəkkəb cümlənin komponentləri. Qonaqları süfrəyə dəvət etdilər. Birinci komponent qeyri-müəyyən şəxsi cümlədir, mübtədası olmur. İkinci komponent isə müəyyən şəxsi cümlədir, mübtədası var. Bu da mürəkkəb cümlədir. Yəni biz əgər beynimizdə elə saxlasaq ki, mürəkkəb cümlədirsə, hər cümlənin özünün mübtədası xəbəri var, bu bizi çaşdırar. Ona görə yadda saxlamalıyıq ki, bəzən mübtədası ola da bilər, bəzən isə sadə cümlənin digər növləri ilə də ifadə oluna bilər. Sintaktik əlaqəyə görə mürəkkəb cümlələr artıq bizdə sadə və mürəkkəb cümlələr haqqında biraz anlayış formalaşdı. İndi baxaq görək, tabesiz mürəkkəb cümlə nədir, tabeli mürəkkəb cümlə nədir? Tabesiz mürəkkəb cümlə adından da göründüyü kimi tabe olmayan,
Yəni asılı olmayan cümlədir. Tabeli isə biri digərindən asılı olan cümlədir. İndi biz baxaq görək tabesiz cümlə ilə, tabesiz mürəkkəb cümlə ilə tabeli mürəkkəb cümləni necə ayırd edə bilərik? Baxaq. Əvvəlcə izahına baxaq. Tabesiz mürəkkəb cümlənin tərəfləri arasında tabesizlik əlaqələri olur. Bu cümlələr bərabər hüquqlu cümlələrdən təşkil olunur. Tabesizlik əlaqəsi həmcinsi sözlər arasında özünü göstərir. Bir də tabesiz mürəkkəb cümlə arasında. İndi baxaq görək nəyə görə tabesiz cümlə deyilir bunlara, tabesiz mürəkkəb cümlə. Avtobus dayandı, sərnişinlər düşdülər. Tabesiz mürəkkəb cümlədir. Amma biz hardan bilirik ki, bu tabesiz mürəkkəb cümlədir? Tabesiz mürəkkəb cümlədə belə bir xüsusiyyət var ki, birinci komponent, bu birinci komponentdir, bu da ikinci komponent. Birinci komponent ikinci komponentdən ya da ikinci komponent birinci komponentdən asılı olmur. Yəni onlar arasında heç bir asıllıq olmadığına görə biz buradakı virgülü çıxardıb cümlədən nöqtə işarəsi qoysaq, ikinci cümləni böyük hərflə də yaza bilərik. Çünki bunların arasında heç bir asıllıq yoxdur. Avtobus dayandı, nöqtə, fikir bitdi. Avtobusun dayanmağı ilə ikinci cümlənin arasında heç bir əlaqə yoxdur. Tabesizlik əlaqəsi var. Yəni, bu cümlə o cümləyə asılı deyil. Mən istəsəm bu cümləni nöqtə qoyub bitirə bilərəm. Avtobus dayandı və salam, fikir bitdi. Sərnişinlər düşdülər. Bu da bu ayrı cümlədir. Yəni, bu cümlə ilə o cümləni bir-birinə bağlayan heç bir şey yoxdur. İstəsəm mən bunları birləşdirib mürəkkəb cümlə şəklində yaza bilərəm. İstəsəm isə vergül işarəsini atıb nöqtə işarəsi qoyaram aralarında ayrı-ayrı cümlələr şəklində yaza bilərəm. Tabesiz mürəkkəb cümlə tam olaraq bu deməkdir. Yəni bir-birindən asılı olmayan cümlələr. Və yaxud ikinci cümlə. İşıqlar söndü. 2. Bu birinci tərəf, bu ikinci tərəf. Hər tərəf qaranlıq oldu. İşıqlar söndü və salam, fikir bitdi. Yəni ikinci cümlədən heç bir asıllıq yoxdur və yaxud birinci cümlədən heç bir asıllıq yoxdur. Mən istəsəm əgər yenə də bayaqçı kimi vergülü cümlədən çıxardıb nöqtə işarəsindən istifadə edərək bunu ikinci tərəfi böyük hərflə də yaza bilərəm. Yəni bunlar bir-birindən ayrılır. Tabesizlik də o deməkdir. Yəni bir-birindən ayrıla bilərlər. Çünki fikir bitir, işıqlar söndü və salam, fikir bitdi. Hər tərəf qaranlıq oldu. Yenə də fikir bitdi. Amma tabeli mürəkkəb cümlə necədir? Gəlin buna baxaq. Tabeli mürəkkəb cümlə isə adından da göründüyü kimi biri digərindən tabe olan cümlələrə deyilir. Bu asıllıq harda özünü göstərir? Tabeli mürəkkəb cümlələrdə əsas olan tərəfə baş cümlə deyilir, asılı olan tərəfə isə budaq cümlə deyilir. Budaq cümlə nədir? Budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənən cümləyə deyilir. Baş cümlədə buraxılmış üzv mübtəda ola bilər, xəbər ola bilər, tamamlıq ola bilər, təyin ola bilər və yaxud zərflik ola bilər və zərfliyin məna növləri ola bilər. Yəni, budaq cümlə baş cümlədən asılıdır. Bu fikir göstərilir. Bəs yaxşı, bu asıllığı biz necə müəyyən edirik ki, burada asıllıq var? Asıllıq necədir? Məsələn, cümlə yazmışam bura. Məlumdur ki, indi mən bu ikinci cümləni məlumdur ki, vergül işarəsini atıb, məlumdur ki, burada fikir bitib kimi nöqtə işarəsi qoyub yaza bilərəm. Xeyr, yaza bilmərəm. Çünki burada sual yaranır bizdə. Məlumdur ki, nə məlumdur? Axı bizə nəyin məlum olduğu bu ikinci tərəfdə verilib. Tabeli mürəkkəb cümlədə sırf budur. Yəni, baş cümlədə buraxılmış üzv, nə sualına cavab verən üzv, ikinci tərəfdə öz əksini tapacaq. Yəni, biz burada vergül işarəsini atıb, nöqtə işarəsi qoyaraq böyük hərflə yaza bilmərik. Məsələn, məlumdur ki, burada necə nöqtə işarəsi qoya bilərəm? Qoya bilmərəm. Çünki fikir bitməyib. Fikir ikinci cümlədə tamamlanacaq. Çünki burada sual yaranır bizdə. Görəsən nə məlumdur? Həmin o bizdə sual yaradan hissə ikinci tərəfdə göstərib. Məktəblərdə yaz tətili olacaq. Deməli, bizə məlum olan bu imiş. Məktəblərdə
yaz tətilinin olmağı. İkinciyə baxaq. Hiss edirdim ki, sual yaranır. Nəyi hiss edirdim? Biz sual yarandığı halda deyə bilərik ki, bu cümləni nöqtə işarəsi qoyub yaza bilərik bitmiş fikir formasında. Məsələn, hiss edirdim ki, axı sual yaranır bizdə. Nəyi hiss edirdim? Həmin o suala da ikinci tərəfdə cavab verilir. Bu nəyi sualına cavab ikinci tərəfdə verilir. Ona görə də bu cümlə bu cümləyə tabedir. Bunları ayıra bilmərik. Tabeli mürəkkəb cümləni ayırmaq olmur. Ona görə tabeli mürəkkəb cümlə deyilir. Hiss edirdim ki, mənimlə danışmaq istəmir. Nəyi hiss edirdim? Mənimlə danışmaq istəmədiyini hiss edirdim. Bu cümləni ayıra bilmərik. Sonra evə yenicə çatmışdım ki, məni yenidən işə çağırdılar. Evə yenicə çatmışdım ki, sual yaranır. Nə zaman? Evə yenicə çatanda. Zaman anlayışı var burada. Evə yenicə çatmışdım ki, bilirsən ki, bu cümləni deyəndə və yaxud deyirsən, təzəcə evə çatmışdım ki, bu cümlə bu formada verilsə, ikinci tərəfi verməsək, sual yaranacaq. Bilirsən ki, burada nəysə olduğu var. Məsələn, evə yenicə çatmışdım ki, hiss edirsən ki, nəsə olub. Və o olan şeyin cavabı da ikinci cümlədə öz əksini tapacaq. Ona görə də bu cümlələri, tabeli mürəkkəb cümləyə aid olanları, komponentlərin bir-birindən ayırmaq olmaz. Çünki o iki cümlədə və yaxud əgər üç cümlə ilə tamamlanırsa, həmin o üç cümlə bir dənə bitmiş fikri bildirir. Tabesiz mürəkkəb cümlədə hər cümlə özü bitmiş fikri bildirə bilər. Amma tabeli mürəkkəb cümlə ümumilikdə bitmiş fikir bildirir. Ona görə də tabeli mürəkkəb cümlənin komponentlərin bir-birindən ayırmaq olmaz.